Salam əziz və hörmətli dostlar, yoldaşlar, dildaşlar, xoş gördük. Umarım keyfiniz sazdır. Mən İnsaf Əli Hidayət və Düşüncə Bağı adlı proqramı xidmətlərinizdə aparıram və çox sevinirəm ki, bu gün də şans varımdır. Bu şansım var ki, sizlərin huzurunuzda olam. Mən istəyirəm, xahiş edirəm. Mən özüm istəyirəm bir toda dostları çağıram, bir çox dostdur. Sizlərdən də xahiş edeyim ki, dostlarınızı çağırın. Aşağıda bir ox başı var, onu vuranda bu imkan verir ki, bir çox dostlarınızın üstündə barmağınızı vuran kimi əlamət qoyur və sonra onları aşağıdan send separately vuranda ya elə o send məsələ şeyin vuranda, düyməsini vuranda onları qonaq çağıra bilirik. Xahiş edəcəm ki, siz də mümkün olursa, imkanınız varsa dostlarınızı dəvət eləyin. Bu günləri umaram ki, taza dostumuz, taza bir parti proqramımıza qoşulsun və mübahisəmizi başlayaq. Amma dostumuz gəlməyə biraz ciddi məsələlər üz verib keçən 2 həftədə xüsusən onlara da bir açıqlıq gətirəcəyəm. Ki pərdəsiz, pərdə arxasında olmayaq, pərdənin önündə davam eləyək. Bildiyiniz kimi proqram mən burada çıxartdım. Tarix desəm 5-ci ayın 10-unda baxın görün bunun tarixi aşağısında qoyulur. Bunun neçəsində göndərmişəm. 5-ci ayın 16-sında 5-ci ayın 16-sında Güney Azərbaycan partilərinə e-mail göndərmişəm. Mesaj göndərmişəm şeydən, WhatsApp'dan. Və partilərin zamanlarını demişəm. Hangi gün onların növbələridir. Yəni oxuyum da bunu şey eləmək. Dostlar, əlbəttə qonağımız Sayın Məcid Cavadi cənabları olacaqdı. Azərbaycan Milli Dirəniş Təşkilatı başqanı ya sözcüsü olacaqdı. O təşrif gətirəcəkdi. Umaram ki, gəlsinlər. Amma onlar xahiş edirəm, əgər gəlsələr, mənə bir əlamət versinlər. Dostlarımızı çağırım. Amma ondan öncə bu o zamandan ki, bu düşüncə otağın, yəni düşüncə bağın yaratmaq fikrinə düşdük. Hər bir addımımızı bu partilərin liderlərinə göndərmişəm. Hamısını. Onlar ki, tanıyıram. Bəziləri mən tanımıram. Mən hər halda mən yalan sizə deməyim ki, mən yox tanıyırdım. Mən çox bir mümkündür Hizbola tanımayam. Onun üçün də göndərməmişəm. Yəni bu irad deyil məncə. Bir cəsarətdir. Deyirəm, mən tanımıram, yəni tanımamışam, bilməmişəm. Ya indi onlar tanıda bilməyiblər, ya mən tanımamışam. Biləxərə bu bir yerdə bir müşkül var. Bunu axtarıb tapmaq başqa bir məsələdir. Mənim də işim ola bilər, partilərin də işi ola bilər ki, nə əcəb onların səsləri mənə yetişməyibdi. Ya mən təşxis verməmişəm, bu parti o birisi parti deyil, bu başqa bir partidir. Hər halda bir son adımlarda əvvəl bunun adını yazmağı qoymuşuq. Sonra tarixi dəqiqən bəllidir. Da hər mesaj ki göndərilibdir. Məsələn, burada yazmışıq ki aha 5-ci ayın 4-ündə geçsəm dalıya dostların birindən bunu oxumayayım. Hər halda xüsusi şeyləri, çox da xüsusi şeyləri oxumayacağıq. Ümumi bir şeylər oxuyaq. Bir dənə ayın görüm o bununki deyə aşağıdakının bunun tarixinə baxım. Hər halda deyək ki, ayın 5-ci ayın 4-ündə
Düşüncə bağı otağının soruları adlı bir hamıya mesaj atmışam. Bu sorular sorulacaq. Ondan qabaq da Güney Azərbaycan siyasi təşkilatların lideri, sözçüləri Düşüncə bağı adlı otaqda siyasətləri, məramələri və stratejilərini açıqlayacaqlar deyə itilaya yaymışam. Hamısına göndərmişəm. Ondan qabaq salamlar, sayğılar, hörmətli və sayğılı Güney Azərbaycan siyasi təşkilatlar mənsubları aşağıdakı bilgiləri yaymaq və təbliğat amaclı hazırladım. Lütfən hər kəs özünün bilgilərinə diqqət yetirsin ki, iradı olmasın. Burada özünə göndərmişəm ki, lütfən mənə iradımı deyin, özünüz orada düzəldin, göndərin. Mən demişəm ki, bu otaqda əsasnaməsi, düşüncə bağının əsasnaməsi olaraq ayın neçəsində olubdur? Üst-üstə deyək ki, bu ayın ya 28-idir ya 29-udur da. Məsələn 28-i olacaq. 28-ində bunu göndərmişəm ki, biz bu cür danışacağıq. Nə cür danışacağıq? Qoyun onun üstündən oxuyayım da. Baxın, bu nömrə sistemidir. Bəzi dostlar nömrə sisteminə etiraz edirlər. İndi 4-cü aydan keçib, indi 6-cı ayın 21-idir. Bugün etiraz edir. Yəni 2 aydan da çoxdur, geçir. İndi etiraz edir ki, mən nömrə sistemi qəbul eləmirəm. Yaxşı, nə yazmışıq onu oxuyaq. Düşüncə bağı otağının əsasnaməsi. Onlar ki, dostlara göndərmişəm budur. Əziz və hörmətli Güney Azərbaycan siyasi təşkilatlar mənsubları. Əgər qonağımız təşrif gətirsə, Sayın Məcid bəy, Cəvadi təşrif gətirsə, lütfən mənə bildirsin, çağırım otağa. Əziz və hörmətli Güney Azərbaycan siyasi təşkilatlar mənsubları. Salamlar, sayğılar. Güney Azərbaycan düşüncə bağı otağına xoş gəlmişsiniz. Bir otaq açmışdıq, orada açmışdıq. Ya elə bunu yazmışıq, elə burada danışırıq. Düşüncə bağının anayasası. Əlif, İnsafəli Hidayət tərəfsiz olaraq bu otağı idarə edəcək. Biz bunun üstə təvafuq edirik da. Ya təvafuq, indi axirdə deyəcək ki, əgər cavabınız vardı, qəbul eləmirsiniz, cavab yazın. Əgər 3 gün üstünə cavab yazmasanız, siz bunu qəbul eləmiş hesab olursunuz. Qutuldu getdi. Yəni bir dənə ya oxumamısan, ya da oxuyub mənim müqəssir tuta bilməzsən indi. Çünki mən işimi qanuni, usuli, elmi, belə danışqahın yuxarı səviyyəsində işi görmüşəm. Bir dənə təhqiqi necə görülür, onu müraat eləmişəm. Təhqiqin bir dənə danışqahda, Kanada danışqahında, mən Kanada danışqahını istəyirəm. O standardılar ki, onunla gələrlər və deyərlər ki, bu təhqiqi aparaq qabağa, mən o təhqiqi, bunu orada riayət eləmişəm, hər şeyi. Yəni danışqaha, bir dənə heyəti danışqaha aparsa desəz ki, İnsafəli Hidayət birinci addımdan belə başlayıb gəlibdir buracan. Siz bunun harasına etirazınız var, niyə etiraz var soruşarlar. Niyə vaxtında etiraz eləməmisən? Niyə vaxtında nəzər bildirməmisən? İndi birincisi pes bu oldu. İnsafəli Hidayət tərəfsiz olaraq bu otağı idarə edəcək. 2. Sizlərdən soruları İnsafəli Hidayət soracaq. Buna da qəbul edirik. Sizlər İnsafəli Hidayətdən soru soramazsınız. Bunu mən onlara icazə vermirəm məndən sual soruşsunlar. Qəbul eləsələr gəlirlər bura. Qəbul eləsələr deyirik gəlmə. Ya da ki deyirik yazıcıyla dəyişdirək. İndi ki üstündən 2 ay geçib sən mənə deyə bilməzsən qəbul eləmirəm. Gəl, məsələn, mənim haqqım var səndən sual soruşam. Burada sualları mən soruşacağam. Buna təvafuq elədik. Cavabları da siz verəcəksiniz. Qurtardı getdi. İndi 2 aydan sonra buna etiraz eləmək haqqın yoxdur təbii ki. Dörd. Əgər vətəndaşlarımızdan qonu haqda, baxın, indi burada dostlarımız gəliblər, cəsarət olmasın, oturublar otaqda, ya gündə gəlirlər, otururlar otaqda. Bunlar bizim vətəndaşlarımızdılar. Vətəndaşlardan qonu haqda. Hər şeydə yox, fəqət qonu haqda. Sorğular gəlir isə adı bəlli olan vətəndaşlar. Yəni demişik, adı bəlli olacaq, əksi olacaq, şöhrəti olacaqdır. Bu adamı biz deyə bildik ki, okey, sən sualı burada yazdın, biz də burada bunu oxuya bilərik. Əgər qonuya mərbut olsa, hər sualı oxumuruq.
Çünki bizim müşəxəs bir qonumuz var. Onu icazə vermirik. Xərəcələr öz istədiyi kimi bizi yoldan çıxada. Bizim təmərküzümüz partilərin fəlsəfələri, ideolojiləri var ya yox, onu bəllətdirməkdir. Vətəndaşlar soru sorura bilər və hidayət o soruları sizlərə yönəltir. Şimdi bu sorunu mən soruram. Qonaqlara icazə vermirəm ki, otaqda oturanlara icazə vermirəm sorunu sorsunlar. Mən soruram. Çünki bir kəlmə işlədərlər ki, mənim qonağıma tohin olar, mənim qonağıma təhqir olar, sorğu altına geçər, ya sözü bir ayrı yerə çəkərlər. Milli hərəkətdə biz ixtilaf yaratmağa çalışmırıq. İxtilafları çözməyə çalışırıq. Ondan sonra ki, hər kəs təşkilatında olan yeri ya mənsubiyyəti və soy adı ilə xitab olacaq. Yəni bərnamənin içində indi mən Salih bəy Yıldırım'a Salih dedim, Eldar bəyə Eldar dedim. Bunlar bağışlayacaqlar. Onu da özlərindən də üzr istədim ki, mən sizlərə nə cür olubdur ki, məsələn əvvəlcə deyəm Qaradağlı cənabları Eldar bəy deyirəm daimən. Amma bu beləsi götürmüşük. Bir dənə qayda qoymuşuq. Bu adamların soyadları ilə və başkanlığı ilə, başkan yardımcısıdır, başkan yardımcısı ilə, sözcü ilə o unvanda bunları xitab eləmək haqqım var. Bu da mənə şeydir da, yəni hər siyasi təşkilatın vaxtı o təşkilatın sorulara cavab verdiyi qədərdir. Sorulara, bizim bir sorularımız var, göndərmişik. 500'ə yaxın ya 500 sorudur. Göndərmişik, demişik, bu sualları sizə göndərəcəyik. Bunu bir saatdə cavab verə bilərsən ki, vermək imkanı yoxdur. Bir gündə cavab verərsən ki, imkanı yoxdur. 6 həftə, bir həftədə 6 gün, hər gün 4 saatızdan sizə vaxt verə bilirik ki, bunlara cavab verin. Qutarmaz sonra deyirik ki, yenə də yazı şəklində, səs şəklində ya video şəklində bizi göndərin qalanların. Hər siyasi təşkilatın vaxtı o təşkilatın sorulara cavab verdiyi qədərdir. Mümkündür oturum 1 saat ya da 5 saat sürsün. Tamam. Bu da bir əslidir. O birisi şərt nədir? Əgər sorular və cavablar bir gündə 4 saatda bitməz isə ara düşmədən və ardı kəsilmədən 2-ci, 3-cü, 4-cü, 5-ci, 6-cı, 30-cunda olacaqdır. Davam edəcək. Bu da bir şərtidir. Yəni, qəbul eləmirsən, gərək əvvəldə yazasan ki, mən bunu qəbul eləmirəm. Soruların cavabı olduqca xülasə və müstəqil olmalıdır. Bütün bunun təşxisi insafəli hidayətə bağlıdır. Burada da dostlara deyirik ki, mənə bu icazəni verin ki, mən düşüncəm əsasında, anlayışım əsasında sizin cavablarınızdan deyim ki, mən bunu baş tapdım, daha baş tapmadım. Xülasə də xülasə deyil. Sən suala cavab verdin, vermədin. Bu da mənim haqqım olsun. Sən orada danışacaqsan, mən də burada durub baxmayacaqam. Görürüm ki, vaxt qutaracaqdır, şuar verəcəkdir, verməyəcək. Yox, mən sizdən bir sual soruşuram. Sənin adın nədir? Sən şöhrətivi mənə deməyəcəksən, adını deyəcəksən. Şöhrətin nədir? Şöhrətivi deyəcəksən. Hizbivin adı nədir? Oturub onu deyəcəksən da, tariximi nə deməyəcəksən. Mənəm ki, təşxis verəcəyəm ki, soruma cavab verdin ya yox, çünki sorunu mən soruram. Görüm cavab mənə verdin ya, mən baş tapmadım. Sorulan cavab olduqca xülasə və müstəqim olmalıdır. Bunun təşxisi insafəli hidayətə bağlıdır. Ondan sonraki, əgər parti mənsubları sorulara, suallara cavab verməkdən qaçınırsalar, ya cavabda haşiyəyə gedirsələr, hər şeydən danışarlar illa mənim sorumun cavabında. İnsafəli hidayət qonağın söhbətini kəsib, sorunu yenidən soracaq. Mən yenə deyəcəm, üzrüsünəm sualınızı kəsmələrə məcburam. Mən sualım buydu. Siz ayrı bir şey danışırsınız. Mən soruşuram ki, Həsən kimdir, sən getmişsən Çazımdan danışırsan. Bu istəmirəm mən bunu. Mən sizdən müstəqim cavab istəyirəm. Bu da bir tərəf. Ondan sonra soruların cavabı qane edici oldu ya olmadı, insafəli hidayətin təşxisinə bağlıdır. Mən qane oldum ya yox. Qonaqların sonki cavabı var. Mən dedim, mən qane olmadım, baş tapmadım, mənə doğru gəlmədi. Hər cür, bir cürlüklə dedim ona ki, yəni bunu, o eləyə bilər təzəşim cavabını təkrar eləsin və ayrı cavab versin. Soruda və cavablarda heç bir şəxsə və təşkilata
ədəbsizlik, acı söz, pis sifətlərə verilməyəcək. Nə mənim haqqım var bir adama ya bir təşkilata. Dostumuz ola ya müxalifimiz ola. Onun adını çəkən, ya ona pis sifət bağlayam, ya acı söz deyəm, ya onu nəqd eləyəm. Çünki burada mən soru sizdən soruşuram. Siz də mənim soruma cavab verirsiniz, öz düşüncəzi. Gedib Həsənin nəzəri belədir, mən Həsənin nəzərini sizdən soruşmadım ki. Tamam. Əgər cavablarda hər bir birəyə ya təşkilata tohin, iftira, təhqir, acı söz, pis sifətlər o fərdə və təşkilata cavab haqqı veriləcək. Əgər birinə, bir təşkilata, bir adama dedilər ki, filandır, bəhmandır. O təşkilata bir haqq verilir, o adama bir haqq verilir ki, gəlsin cavab versin. Məsələn, Günas TV-nin adı çəkildi, Salih bəy İldırım cənabları, Sehriqani cənablarının adı çəkildi, Yunus bəy Şamili. Məsələn, həm nömrə mənfi verdim hər ikisinə, bu yazının əsasında. Elə orada da dedim, həman gündə mənfilərimi verdim, hələ də var şu mənfiləri deyirəm. Çünki bu əsasnaməni qəbul ediblər. Bu əsasnamənin üstündə danışırlar. Bu otağın bir əsasnaməsi var. Yəni qəbul ediblər ki, burada gəlib o əsasnamə çərçivəsində danışırlar. Və daha bir dəfə bu işi gördülər ki, nömrə vardı burada. Da dedilər, niyə mən özümüzü açıqlayayım, niyə gedim Həsəndən danışım, Hüseyndən danışım. Eyni halda Cehriqani cənablarına və habelə Obalə Əhməd bəy cənablarına Günas TV-yə xəbər verdim ki, istəsəz cavab verəsiz, vaxtınız vardır, gəlin cavab verin. Çünki bir otaq usul əsasındadır. Biz istəmirik birini qaralayaq. Biz milli hərəkətdə istəmirik ki, dava tartışma çıxadaq. Yalan dava tartışma. Doğru dava tartışma çıxadıq. Doğru. Yəni düşüncə. Sən düşüncəni qoy ortaya, mən də bilim, o birisi də bilsin, o birisi də bilsin. Ondan sonra səndən sual, hər şey soruşdu, ona cavab ver. Yoxsa mən səni tanımıram, sən də məni tanımırsan, bir yerdə danışmırsan, mən tanımıram da, istəyirəm səndən sual soruşum. Həmən biri ya təşkilətin haqqı var, aynı zamanda söz alıb cavab versin, ya gələn oturumlarda huzur tapıb cavablasın. İndi o adamın adı çəkildi mənim tərəfimdən, ya qonağın tərəfindən. O təşkilatın ya o adını çəkildi, o həman əgər orada huzursa, eləyə bilər deyə mən gələcəm, cavab verəm, gəlib cavab verir, ya da ki, mən dəvət edirəm, sonralarda gəlir, cavab verir. Bu da bir əsl. Tohin, iftira, təhqir, kötü sifətlərin təşxisi kimədir? Adı çəkilən fərd ya təşkilatlardan əlavə İnsafəli Hidayətədir. Mən ki, burada otururam, mən təşxis verəcəm, tohindir ya yoxdur. Amma onları da ki, birdən, mən mümkün təşxis verməyəm, amma o özü orada təşxis verir ki, mənə tohin oldu. Məni təhqir elədi, məni nəqd elədi, məni pis söz dedi. O, gəlib deyəcək, mənə orada adım çəkildi, mənə bir söz deyildi. Bu da bir əslidir. Əgər düşüncə bağının qonağı bir şəxsin adını çəkib onu ya o bağlı olan təşkilatı tənqid edərsə, ya onlara bir sifət bağlarsa, ya onları sorğu altına alırsa və bu cür şeylər İnsafəli Hidayət o bireyi ya təşkilatı həmən cələsə, ya sonki iclasda cavab üçün dəvət edəcək. Bu da bir əslidir. Qəbul edirik ki, əgər mən ya mənim qonağım gəldi burada, istəməz ağzına gəldi, dedi Həsənqulu. Filan təşkilatın adını çəkdi. O təşkilatı mən qonaq çağıracağım, gələn cələsələrdə. Bu da bir əsli ki, üstündə təvafuq olubdur, əgər etiraz eləməmişsiniz. Düşüncə bağının otağı ədəb, ərkan, mərifət, sayğı və hörmət üzərə qurulacaq. Bu mənə də, sizə də, qonağadır. Burada hətta olanlara da, onlar ki, gəlib otururlar, onlarda da bu olacaq. Əgər qonaqlar hər bireyin və təşkilatın adını gətirmək zorunda qalırsalar, elə bir qonu gəldi ki, məcbur oldu desin ki, Həsənqulu. Sayğılı və hörmətli sözlə o bireyi və təşkilatın adını səsləndirəcək. Sayın Həsən, Sayın Qasım, Sayın Nadir. Ədəbli, mərkanlı ona hörmət qoyaraq. Otağın başlanandan
Otaq başlanandan sonadək hər qonağın mənfi və sayğısız sözləri bir mənfi nömrə hesab olacaq. Baxın, burada dedik ki, nə cür? Metr verdik, ölçəci yox. Sayğılı, ədəbli olacaqdır. Amma sayğısız, ədəbsiz sözlərə hər sözə bir dənə mənfi nömrə veriləcəkdir qonağa, o təşkilata. Ki, huzur olubdur proqramda, ona bir mənfi nömrə verəcək. Pəs nə oldu? Otaq başlanandan sonadək hər qonağın mənfi və sayğısız sözləri bir mənfi nömrə hesab olub elan olacaq. Özdə bir dəfə elan olunmayacaqdır. Nə olacaq? Hər iclasın sonunda sayğısız sözlərin sayı üzərində mənfi nömrələrin sayı elan olunacaq. Hər iclasın sonunda tamam təşkilatlar 2 ayda gəlirlər. Elə 2 ayda biz təşkilatın sonunda, əvvəlində də əlbəttə bu işi görürəm. Deyirik ki, filan təşkilat bu nömrəni alıbdır. Müsbət ya mənfi. Çünki burada qərar veririk ki, insanlar bilsinlər, həm təşviq olsunlar, həm tənbih olsunlar. Yəni adam bilsin ki, mən bir çarçıvı, mən əxlaq demirəm, bir çarçıvədən içində olmalıyam. Bu çarçıvədən çıxsam, toplum da məni hidayət eləmir ki, toplum da məni qınır. Mən bu çarçıvədən çıxmayacağam. Nədir hörmət çarçıvəsi? Hörmət çarçıvəsinin içində təbii ki, məsələn, münazirə qoysaq, bir-birini nəqd eləsinlər. İkisi də oradadır. O başqa bir şey. İndi gələn mənə hər iclasın sonunda sayğısız sözlərin sayı üzərindən mənfi nömrələrin sayı elan olacaq. Beləliklə, baxın, qəzavətimi də göstərirəm ki, nə düşəcəkdir. Beləliklə, o fərd və təşkilat mənfi nömrə ilə tanınacaq. Yəni, adam bilir ki, bu mənfi nömrəni vermirik ki, nömrə olsun. Bu verilir, tanınacaq, daha deyiləcəkdir ki, Həsənqulu məsələn gəlmədi, ya tohin elədi, filan oldu, beləsi oldu. Ad çıxacaq. Yəni, bu insanı məcbur edir ki, tamam, mən əxlaqlı, ədəbli olum. Bu deyil ki, adamlara deyək, sən gəl burada tohin elə, sənə mənfi nömrə verək. Bu anlamda deyil. Adama deyir ki, mənfi nömrə almamaq üçün ədəbli davranacaqsan, adın çəkmə adamların. Çünki sən düşüncəni danışırsan, adamların işimiz yoxdur. Biz adamları nəqd eləmirik, adamların 10 dana arvadı var, mənə nə? Biz o adamın düşüncəsinə baxırıq. Adam kommunistdir, mənə nə? Adam dincidir, mənə nə? Sən onun düşüncəsini mənə deyəcəksin ki, onun düşüncəsi necədir? Sən onun düşüncəsini, adın çəkmədən düşüncəni danış. Sonki əsl, mənfi nömrəsi az olan ya əslən nömrə, mənfi nömrəsi olmayan təşkilat və onun mənsubu 3 dana müsbət nömrə alır. 3 dana müsbət, yəni mənfisi əslən yoxdur, müsbətə keçir, öz-özünə. 3 dana müsbət alır. Ən əşağısının adı nədir? Yap əşağı nömrənin adı budur. Deyək 0. 0 olur ərdəmli. 10 olur ən ərdəmli. 20 olur milli ərdəmli. Nömrə verdik da. Ya deyək ki, 0 olur ərdəmli, 50 olur ən ərdəmli, 100 olur milli ərdəmli. Baxın, bu da nömrədir da. Bu da nömrədir. Sən gəl müsbət al. Sifətinə layiq görünüb, topluma və həmən iclasın və sonraki iclasların sonunda tanıtdırılacaqdır. Necə ki, müsbəti hərcələsə deyəcəyik, mənfini də hərcələsə deyəcəyik. Necə ki, mənfini hərcələsə deyəcəyik, müsbəti də hərcələsə deyəcəyik. Ki, insanlarımız təşviq olsunlar. Tüm təşkilatlarımızın və mənsublarının qurtuldu burada. İndi buradan bizə görün nə yazmışıq, dostlar. Lütfən, xahiş edirəm, diqqətli olun. Tüm təşkilatlarımızın və mənsublarının milli ərdəmli olmalarını dilər və hər birindən özlərin millətimizə ən gözəl, ədəbi sözlər ilə və xülasə olaraq tanıtılmasını rica edirəm. Baxın, bu da burada xülasəcə nə deyirik? O kulli bunu deyirik. Xahiş edirik, xülasə danışın, ədəbli, ərkanlı danışın, nə mənfi nömrəli, nə də bir şey. Fikir edirəm ki, heç kəsin qəsdi yoxdur. Gələ burada mənfi danışa, deyək ki, sən mənə niyə mənfi nömrə verdin? Fikir edirəm ki, belə heç kəsin bir qəsdi beləsi olmayacaq. Bu yazı, diqqət buyurun, indi buradan buyuracaqsınız. Bu yazı düşüncə bağının əsasnaməsidir və millətimizə də sunulacaq.
Yəni bunu gizli fəqət sənə göndərmirəm. Bunu millətimizə də qoyuram. Bunun haqqında da gəlmişəm canlı yayında bunun özünün haqqında fəqət danışmışam. Bir dana 1 saat 20 dəqiqə 30 dəqiqə fəqət bunu danışmışam. Sonra da Allah sizi saxlasın getmişəm. Çünki istəmişik. Yazısı da həm özlərinin səhifələrində var, həm mənim weblogumda var, həm Instagramımda var, həm qruplara göndərmişəm, həm də ki Telegramımda var, həm də weblogumda var. YouTube'umda var belə. Həm mətni, həm səsi. Tamam, bu da bu. Pəs, bu yazı düşüncə bağının əsasnaməsidir və millətimizə də sunulacaq. Gizli deyil, hamı üçündür. Hər kəs də bundan copyrighti yoxdur, hamı da bunu götürüb işlədə bilər. Yəni, İnsaf Əlinin yerinə öz adını qoysun, işlətsin. Copyrighti yoxdur. Məncə bir insaflı, mənim adımdır, insaflı bir şeydir. Çarçıvədir, iş çarçıvəsidir. Məncə insaflıdır. Sair təşkilatlar mənsubları olaraq xitab yazıram, aşağısında yenə. Əgər bu əsasnaməyə artırmaq istərsəniz, ya ona tənqidiniz varsa, ya ona daha bir əsl artırmaq istərsəniz, lütfən 3 gün içində təklifini yazılı olaraq göndərmənizi rica edirəm. Bir şey istəyirsiniz əskilə, bir şey istəyirsiniz artıra, bir şey istəyirsiniz değişilə. Lütfən 3 gün içində yazın mənə göndərin. Göndərmişəm bu adamlara. 12 ilə indi adlarını da oxuyacağam dostlar. Bu dəfə məcburam ki adlarını da oxuyam. Əgər 3 gün içində, baxın diqqət buyurun. Deyirəm ki 3 gün içində göndərin, amma davam verirəm. Əgər 3 günün içində yazılı təklif gəlməz isə, bu əsasnamə həman təşkilatların tərəfindən qəbul olmuş hesab olacaq. Siz etiraz eləmədiniz, yazmadınız, göndərmədiniz. Bunun mənası budur ki, qəbul eləmirsən. Əgər ya bunu, ya demirsən, ötür da, ne oxumuram. Çağıracaq bir müsahibə eləyəcək. Özdə mənə deyirsən, ruznaməni qarsan. Mən ruznaməni qarığı 15 il qoymuşam qırağa. Mən heç bir ruznamədə yazı yazmıram. Heç yerində pul almıram yazı yazmağım üçün. Bir zaman yazı yazırdım, hər məqaləmə 200 dolar Amerika səsindən, radio filandan, bəhmandan alırdım. Hətta Güney Azərbaycan təşkilatlarından, adamlarından, Avropada olanlardan pul alırdım. Yəni yalanı yoxdur. Geçinməli, bizim yanındığım geçinməlidir. Mən bir profesional adamım. 30 il bu sahədə işləmişəm. 35 il bu sahədə işləmişəm. Gələn yazım 12 milyona yaxın söz yazmışam. Bunun heç olmasa 5 milyonu türkcədir. Türkçə farsçası önəmli deyil. Mən təxəssüsüm budur. Döktür müayinələr müəllimdir, dərs deyər. Mən də işim budur. Yazırdım, pul alırdım. Günaz TV'ye gedəndən bu heç kəsdən pul almamışam. Heç kəsdən pul almamışam. Milli hərəkətdə olan olmayan heç kəsdən pul almamışam. Bir nəfər deyə bilməz ki, İnsaf Əli Hidayətə 1 sent vermişim. Məqaləmi də azad qoymuşam. Hər kəs çap edir eləsin, hər neyinir eləsin. Bir zaman da ad qoymurdum ki, hətta rahat olsunlar. Sonra gördüm ki, bunun məsuliyyəti mənim alım öhdəmə. Qutuldu. Yazını mən yazıram, məsuliyyətini alım öhdəmə. Niyə özümü gizlədirəm ki? Aldım öhdəmə və indi imzamı qoyuram altında. Xahiş edirəm, əgər mümkünsə adımla yayın. Amma əgər mümkün deyilsə, yenə də adımı götürün, yayın. Mən məqaləmi tanıyacağam sonunda. Mənim sicillim, kəlmələrimdə sicillim var. Yəni, o kəlmələr, cümlələr qurulur. O cümlələrdə işlənən kəlmələr deyir ki, bu məni İnsaf Əli Hidayət qrupdur burada qoymuşam. Onu heç kəs dəyişdirə bilməz. Yəni, siz 10 dana cümləni dəyişdirsə, 11-incisi məni deyəcək ki, bu İnsaf Əli Hidayətdir. Onun üçün, əgər 3 gün içində yazılı təklifiniz gəlməz isə, bu əsasnamə həman təşkilatların tərəfindən qəbul edilmiş hesab olacaq. Saygılarımla İnsaf Əli Hidayət. Bunu göndərmişik. İndi biri dostumuz gələ deyə ki, ağa, sənlə mən harada təvafuq eləmişik ki, mənfi nömrə olsun, müsbət nömrə olsun. Harada təvafuq eləmişik ki, mən hangi gün, hangi saat gələcəyəm. Əsən harada mən demişim, ağa, sən buna cavab ki verməmisən, yəni ki, gələcəyəm. Tamam, bunu bağlıram. İndi gedək, ora ki, sorular oxuduq. Ora ki, məsələn, dostumuzun biri götürüb yazıb ki,
Məncə əsasnamə ya anayasa əvəzinə dəsturul əməl ya çalışma quralları yazılsa daha uyğun olar. Biz də götürdük, sonraki islahda yazdıq ki, əməkdaşlıq quralları. Yəni dostumuzun biri belə bir şey yazdı. Biz də təşəkkür elədik. Çünki istirik işləyək, istəmirik ki, müşkül çıxadaq. İstirik ki, bərabər hamımız bir iş görək, ciddi bir iş, yeri boş olan bir iş. Biz müttəhəmik, Güney Azərbaycan müttəhəmdir ki, əvvələn 20 ildir sakindir, ikinci ideolojisi yoxdur, ya zəifdir. Amma mən istəyirəm burada görsədən bir ya ki, bizim ideolojimiz var, bizim siyasətimiz var, bizim partilərimizin hərəsinin bir stratejisi var, bir düşüncəsi var, bir siyasi düşüncəsi var. Hər qavramın, hər kəlmənin onların zehnində başqa mənisi var. O məni ki, məsələn, İranda farslar işlədirlər, o məni bizim muradımız deyil. Biz deyəndə İran, farslar dediği kimi baxmırıq. Biz deyəndə İslam, farslar dediyimiz kimi baxmırıq. Biz deyəndə Şiə, farslar dediyimiz kimi baxmırıq. Biz deyəndə məsələn, Azərbaycan, farslar dediyimiz kimi baxmırıq. Biz deyəndə Türk, farslar dediyimiz kimi baxmırıq. Bizim özümüzün bir anlayışımız var bu kəlmədə. Hətta mümkündür 11 dana hizb, 12 dana hizbin 12'si də fərqli olsun. Tamam, bu da bir məsələ. İndi ondan sonra mən də yazdım, tamam, çox yaşa. Dəyişdim də. Sonra da yazdım, dostlarımız və böyüklərimiz təəssüf ilə bir səhv üzündən Güney Azərbaycan Siyasi Parti Liderlər Qrupu silindi. Partilərdən bir ikisi gəldilər, dedilər, açaq. Gəldilər, dedilər, filan partilərdən bizi niyə bir yer ortağa qoymuşsan? Bizdən niyə icazə almamış bizi, əslən bir yerə yığmışsan adlarımızı, niyə bir qrupa qoymuşsan? Mən bunu qoymuşdum, WhatsApp'da bir grup açmışdım. Partilərin, liderlərin hamısını toplamışdım bir yerə ki, bir dəfə hamısına bir yazı ki göndərirəm. Onu hamısına göndərir də 10'una, 11'inə, 13'ünə də ayrı-ayrı göndərməyim. Mənə izafi iş çıxmasın. Zamanında sərfəculluq eləyim. Dostlardan biri yazdı ki, ağa, sən bizdən icazə almamısan. Biri də zəng elədi. İttifaqən bərabər də. Dedi, ağa, sən məndən icazə almırsan, mənim adımı qoyasan qrupa. Dedim, yox. Dedi, niyə icazə almamış mənim adımı qoymuşsan? Dedim, çox üzr istəyirəm. Mənim nəzərimə gəldi ki, heç iradə olmaz. Bir de dostumuz da dedi, çok yaxşı değil. Biz birbirimizden danışmırdıq. İnsaf Şamili zınafları. Dedi, ağa, İnsaf Əliyev istir ki, biz birbirimizi eşidək. Buna görə həm danışdı, həm yazdı. Elə o qrupda. Amma sonra dostların etiraz əsasından mən də götürdüm, belə bir mətn yazdım. Təəssüflə üstün örtməyə çalışır da insanmış savaşdalar. Dedi ki, təəssüf ilə bir səhv üzündə Güney Azərbaycan Siyasi Parti Liderlər Qrupu silindi. Çalışaram yeni bir sistem ilə cənablarınızla ilgidə olun. Aldım boynuma ki, mən fəqət sizlə ilgidə olam, ona görə qoymuşdum. Taza bir sistem yaradaram, sizlə bir ilgidə olam. Taza sistem nə oldu? Hərəsinə tək-tək göndərirəm hər şeyi. Bir videonu əvəzinki bir qrupa göndərirəm, 13 qrupa göndərirəm. 13 dana müxatəbə göndərirəm. İşlərimiz heç bir İşlərimizdə heç bir aksaklık yoxdur və həmən usul üzrə devam edəcəkdir. Sizlərlə əlaqədə olacağım. Soruları yarın, yəni sabah huzurunuza getirəcəm. Soruları da o güncə yazmışam, 500 sualı da yazmışam, hazırlamışam. Sabahları göndərəcəm xidmətinizə. Baxın, hər mərhələni deyirəm bilələrini. Ondan sonra salamlar, saygılar, hörmətli saygılı aşağıda bir təbliğat göndərirəm. Bunu görə də oxuyayım da. Hörmətli və saygılı Güney Azərbaycan siyasi təşkilatlar mənsubu aşağıdakı bilgiləri yaymaq və təbliğat amaclı hazırladım. Lütfən hər kəs özünün bilgilərinə diqqət yetirsin ki, iradə olmasın. Lütfən artırma, əskitmə lazım görürsəniz islah buyurun, mənə göndərin. Hamınıza can sağlığı, İnsaf Əli hidayət. Görürsün, usulü bir iş görmüşük. İstəyirəm bu təbliğatı eləyəm, amma o təbliğatın sonunda sizlərin şeyi var. Lütfen bunlara baxın. Yazmışam, göndərmişəm, adlarını yazmışam, hizblərini yazmışam, bunları göndərmişəm. Cavab gəlməyibdi. Cavab gələndə islah eləmişik. Başlamışıq təbliğata, təbliğatdan sonra dostların biricinin də cavab yazıbdı. Onu oxumayaq. Ondan sonra soruları göndərmişəm. 500 dana sorudur. Qələti imlayım da içində var dostlar. Çünki
Adam öz yazdığını 10 dəfə də oxusa, yenə də qələtlərin görmürsün, göz beyin adət eləyibdi onlara. Onun üçün içində qələtləri var. Mən elə özüm də hər dəfə qonaqlardan soruşanda görürəm ki, burada bir qələt var, onu islah eləməyə çalışıram. Çox sorularda soruşmasa, orada da qələtlər elə qalır. Bunun da iradı budur ki, əməkdaşlıq qrupları yoxumuzdur da, yəni sən bir 10 nəfərə deyək, sən də bunu oxuy. Yəni adamların özlərini də vermişəm, soruları oxuyun, qələtlərini göndərin də. Oxumayıblar, qələtləri göndərirlər, mən nə edeyim yəni? Soruları həm buradan WhatsApp'dan göndərmişəm, həm də PDF olaraq attach eləmişəm. Upload eləmişəm, göndərmişəm. Bu da bu. Ondan sonra gəlirik Sayın Güney Azərbaycan Siyasi Təşkilat mənsubları, salamlar, saygılar. Gördüyünüz kimi bu toplumu siyasal bilgilendirmək üçün çox sorular ortaya çıxır. Bu sorular. Burada da bunu yazmışam ki, sorularımız çox uzundur. Xahiş edirəm, oxuyun, hazırlanın. Çünki mən Günas TV-də 7-8 il fars dilində program apardım, diyalog. Mən bu diyaloglara, dostlar, təhqiq edirdim aylarca. Sonra onlara soru yazırdım, sonra onlara müqəddəmə yazırdım. Bilirdim ki, insanlar gedib təhqiq eləmirlər. Gətirirdim, bu müqəddəməni göndərirdim, sonra da soruları göndərirdim. Deyirdim ki, laqəd qoy bunu oxusun, gələndə ora zehnində bir şey olsun. Adamlar belə zəhmət çəkib o sorunu oxumurdular. Onun üçün bir dənə bərnamə düzəltdim Günas TV-də. Niyə opozisyon, milli, qeyri-milli, sərasəri, niyə savadsızdılar? Deyə bir proqram düzəltdim. Axı sən niyə oxumursan? Niyə mütaliə eləmişsən? Səni bir yerə dəvət edirlər, bir həftə qabaq, 10 gün qabaq, bir ay qabaq, deyirlər mövzu bu olacaq. Yəni ki, get bu haqda mütaliə elə, dərin zehnindən gəl. Gəlir, mən məcbur oluram televiziyonda xəbərnigarlığın tərsəsinə adamları hey qıraqdan təqəllüb edirəm ki, cavab beləsi ola bilər ha. Boşuna danışma, yalandan danışma, çirtpert danışma. Yəni qonaqlar bizim də hörmətləri, sayğıları yerində, amma vaqəən də yəni bəzən adamlar soru soruşursan ki, kağız nədir? Gedir deyir ki, maşın dəmirdən ibarət. Aha, bu kağız nədir? Maşın dəmirdən ibarətdir, mən soruşmadım ki. Niyə? Çünki adam məsələn bir kağız nədir? Və onu da ki, yazıb göndərmişəm, onu da oxumayıbdır, müqəddəməni də oxumayıbdır. Cəlibdir, mən o şey haqqında 9 ay yarım, hər həftə 2 saat brainwash, beyin yıxama, şustuşuya məğzi haqda deyək ki, 45 cələsə danışmışam. Müqəddəmələr, fəqət onların müqəddəmələrini yıxsaq bir dana kitabdır. Bir dana kitabdır. Müqəddəmələrini yıxsaq 150 səfərlik bir kitab. Fəqət müqəddəmələri 200 səfiyyə yaxın bir kitab olar. O halda ki, əgər eləyə bilsək o videoları tapaq, o videoları biz tekstdə çevirək, yəni səsi çevirək yazıya, 3 cild, 4 cild tarixi kitabdır. Asiyada bəhsi olunmayan qonuların üstündə mübahisə olunubdur. Heç olmasa mən dərinləşmişəm. Qonaqlarımı deməyim, onlar dərindirlər əlbəttə ki. Amma mən özüm belə dərinləşmişəm o mövzuda. Tamam. Ondan sonra farsi təbliğatımız var, türkçü təbliğatımız var filan. Bəhman bunları video şəklində də eləmişik filan qoymuşuq. گفتگو با رهبران احزاب آذربایجان جنوبی از 28 اردیبهشت 17 می در اتاق düşünce bağı در پلتفرم کلاب هاوس آغاز شد. لطفا همه را به اتاق فکر سیاستمداران ترک دعوت بکنید. Əlbəttə bunu apara bilmədik. Çünki Instagramda olanda mütəəssifانه eləyə bilmədik ki, eyni zamanda Club House-a da aparaq. Və zahirən orada da video olmurdu. Fəqət səs olurdu. Belə bir müşkilə düşdük. Eyni halda səslər dangıldadı. 1-2 gün açdıq, səslər dangıldadı, bağladıq. Onu eləyə bilmədik aparaq. Bu da mənim zəifim oldu. Ondan sonra məqalələr yazmışam düşüncə haqqında, göndərmişəm. Düşüncə bağı siyasətin dərinliklərinə gedən yol, siyasəti tartışma və təlim otağı, Azərbaycanlıların siyasət düşüncə bağı otağı, Güney Azərbaycanlı siyasi partilərin düşüncələrinin bağı, May ayının 17-si canlı yayın başlır, Təbriz vaxtı ilə saat 11-də.
Elə beləsi gedək, görək bu nədir? Hörmətli seyircilər, mensubları. Burada. Dostlar, bunu da oxuyayım da çox uzatmayayım buranı. Hörmətli və indi nə eləmişik? Gəlmişik bu həftədə. Demişik, bir gündə gəlmişik, demişik ki, ağa, hər kəsənin saatı budur, zamanı budur, günləri də bulardır. Bu saatdan bu saata, bu günlərdə sizin növbəzdir gələsiz. Baxın, görün nə cür olubdur. Hörmətli və sayğın Güney Azərbaycan siyasi təşkilatlar mənsubları. Soruların çox olduğundan dolayı 500, hər parti bir həftənin tüm günlərində düşüncə bağı otağına qonaq olacaq. Hər parti hər hansı bir gün, hər hansı bir mənsubunu sorulara cavab üçün göndərə bilir. Lazım deyil bir partinin fəqət bir nəfər gəlsin cavab versin. İşi var, gücü var, gedib zindicanlığını eləyə bilər. Amma məsələn o birisi müavininə, o birisi fulanına deyər ki, rəis qrupuna deyər, sən qadınlar bölümü, sən get cavab ver, nə bilim, gənclər qolunda sən get cavab ver, ekonomidə sən get cavab ver, orduda sən get cavab ver, siyasətdə də filan kəs cavab versin. Yəni lazım deyil. Deməli ki, hamı, yəni bir nəfər gəlsin cavab versin. Yox, bir parti adamlar mərif eləsin, cavab versin. Hər parti hər hansı bir gün, hər hansı bir mənsubunu sorulara cavab üçün göndərə bilir. Bu da bu onların əli açıq. Proqram hər gün Təbriz vaxtı ilə saat 21-də başlayacaq deyir. Baxın, kim indi mənə deyə bilər ki, saata şey eləməmişik. Buradan etiraz eləməyiblər. İndi burada da etiraz eləmir. Birinci, proqram hər gün Təbriz vaxtı ilə saat 21-də. 21 hamı bilir də gecə saat 9 edir. Başlayacaq. Salih İldırım cənabları. Bunu həm Latin əlifba ilə yazmışam, həm ərəb əlifba ilə adı. Amma qalan itilafı indi verirəm, bunları fəqət şeylə yazmışam. Latin əlifba ilə. Salih İldırım cənabları ərəb əlifba ilə. Salih İldırım cənabları latincə. Güney Azərbaycan İstiqlal Partisi Cayıb sözcüsü. May ayının 17'si, 18'i, 19'u, 20'si, 21'i, 22'si. Tarih vermişik. Saat da orada belli oldu da. 9'dan 10'a. Təbriz vaxtı 9'da başlayacaq. Gündə 4 saata qədər cavab verə bilərlər. İkinci nəfər kimdir? Elə onun da adı bir dəfə adı ərəb əlifbasına, bir dəfə latin əlifba ilə. Əjdər Təqizadə cənabları. Əjdər Təqizadə cənabları Güney Azərbaycan Demokratik Türk Birliği CATB Başkanı mayın 24, 25, 26, 27, 28, 29 olacaq. Yunus Şamili cənabları. İkisində də cənablar var. Yunus Şamili cənabları, Yunus Şamili cənabları. Biri latin, biri ərəbdir. Azərbaycan Demokrat Partisi ADP Mərkəzi Komitə Müşaviri May ayının 31'i, Cun ayının 1'i, 2'si, 3'ü, 4'ü, 5'i. Salih Kamirani cənabları, ərəbcə, latincə, Salih Kamirani cənabları Azərbaycan Mərkəz Partisi AMP Başkanı May ayının 7'si, 8'i, 9'u, 10'u, 11'i, 12'si. Eldar Qaradağlı cənabları, ərəbcə, latincə, Eldar Qaradağlı cənabları Güney Azərbaycan Qurtuluş Hərəkatı Təşkilatı CAGHT Başkanı Cun'un 14'ü, 15'i, 16'sı, 17'i, 18, 19'u. Məcid Cavadi cənabları. Ərəbcə, latincə Məcid Cavadi cənabları Azərbaycan Milli Direniş Təşkilatı AMDT sözcüsü. Cun'un 21'i, 22'si, 23'ü, 24'ü, 25'i, 26'sı. Sadıq İsəbəyli cənabları. Ərəbcə, latincəsi Sadıq İsəbəyli cənabları Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi Camaat Təşkilat Mənsubu. Lideri deyil, təşkilat mənsubu. Yerin hələ bilmirəm. Beləsi yazmışam, amma islah eləməyibdir. Cun 28, 29, 30, Julay 1, 2, 3.
Mahmud Bilgin cənabları, ərəbcə, latincə, Mahmud Bilgin cənabları Güney Azərbaycan Demokrat Partisi QADP başkanı Julay 5, 6, 7, 8, 9, 10. Araz Ataxan cənabları. Araz Ataxan cənabları latincə Güney Azərbaycan Cumhuriyyət Partisi QADP başkanı Julayın 12'si, 13'ü, 14, 15, 16, 17'si. Əmir Mərdani cənabları. Ərəbcə, latincə. Əmir Mərdani cənabları Azərbaycan Öğrenci Hərəkatı Azov başkanı Julayın 19'u, 20'si, 21'i, 22'si, 23'ü, 24'ü saygılarımla İnsafəli Hidayət qurtarmadı. Aşağıda bəzi qruplar deməyiblər ki, gələcəklər, gəlməyəcəklər, ya deyiblər gələcəklər, gəlməyəcəklər. Amma mən bunlara da göndərirəm. Çəngiz bəy Göktürk cənabları latincə, farsca, özür istəyirəm, ərəbcə və latincə Çəngiz Göktürk Güney Azərbaycan Milli Dövlətçilik Şurası Başkanı Candaş Ruhullah Muradi Qəşqai ərəbcəsi Ruhullah Muradi Qəşqai Qayi Başkanı, Qayi Partisinin başkanı Qəşqaylıdır. Mahmud Əli Tehriqani tutuldu getdi. İndi dostlar, bəzi partilər var mən tanımıram. Məsələn, bir dənə sayın və hörmətli şəxsiyyət var. İndi adı zehnimdən indi gələn hoppuldu var. Urfada olur. Mən zindanda olanda da mənə yardım eləyibdi. Cənab Qərəbi, Döktür Qərəbi. Döktür Qərəbi bir təşkilatın başkanı idi. Ehtimalən o təşkilat işləmir. Bilmirəm ki, işlir ya işlir. Amma mən bilmirdim. Dostlarım biri mənə zəng elədi, daha Qərəbini niyə çağırmamışsınız? Cənab Qərəbi bir parti lideridir filan deyir. Mən dedim ki, mənə onun təmaslarını verin, əlaqə saxlayayım. Əlaqə saxlaya bilmədim. Sonra bir ayrı adam mənə yenə əlaqə saxladı, dedi, ağa filan kəs var. Dedim ki, siz tanırsınız, dedi, bərabər işləyirik. Dedim, mənim tərəfimdən salam getirin, hörmətlərimə ilətin, mənim telefonumu verin, e-mailimi verin. Mən onun telefonunun e-mailini itirmişəm təəssüfən. Mənlə əlaqə saxlasın və mənim tərəfimdən dəvət eləyin. Təşrif gətirsinlər, mən qəbul eləsə tamam hər şeyi yazım, göndərim xidmətlərinə yazıları və məsələn vaxt da verək bunlardan sonra, yəni axirin adam ki vardı, Əmir Mərdani cənablarından sonra onlara vaxt verək. İndi məsələn bu üç partidə dedim, Çəngiz bəy Göktürk cənabları, Ruhullah Muradi Qəşqai cənabları, Mahmud Əli Tehriqani cənabları, bunlar da desələr gələcək yox, tamam bizim gözümüz üstə demirik yox, amma axirdə qalacaqlar da, yəni sonra o vaxtlərdən sonra bunlara vaxt verəcək. Və mən ümidimi çəkməmişəm ki, Çəngiz bəy gəlməsin, ya Ruhullah bəy gəlməsin, ya Mahmud Əli gəlməsin. Mənim nəzərimcə gəlməlidirlər, gələrlər də inşallah. Arzum belədir. Çünki milli hərəkətdə bir dənə referens yaradırıq. Bir dənə siyasi kurs yaradırıq. Məktəbi Azərbaycan, Məktəbi Təbriz deyirdilər ha, onun siyasi, ideolojik bölümünü yaratmağa çalışırıq heç olmasa. Naqis da olsa başlayırıq yəni. Mümkündür ki, kamil olmaya, bəziləri iradları ola, filan ola, olsun. Amma başlamaq mühümdür. Yolu başladın, yol açılacaq özlər. İnsanlar bir-birləri nəqd eləyəcəklər, danışacaqlar, partinin içində danışılacaq və bu açılacaqdır. Tamam, bunlara da göndəririk. Bunlara da. İndi bir müddət keçdi. Salih bəy Yıldırım cənabları gəldi 6 cələsə. 6 cələsə huzuri danışdı. Bir iki, bəzisində 2 saat gəldi, bəzisində 4 saat gəldi, bəzisində 3 saat gəldi, amma gəldi. Və birində Günaz TV-nin adını çəkdiyi üçün mənfi nömrə aldı. Mənfi nömrə nə oldu? Yəni alacaqdı 100, aldı 50. Mənfi almadı, 0 almadı, mənfi də almadı. Alacaqdı 100, aldı 50.
Nə elədik? Gəldik dedik ki, ağa 5 cəlsədə, huzuri cəlsələrdə 5 cəlsədə milli ərdəmli nişanı, bir cəlsədə ən ərdəmli nişanı. Hələ biraz da aşağı gəlsəndə ola sıfırı bizim nədir? Ərdəmli olmaqdır. Burada gəlmədi, qaldı orada. Sonra 6 cələsə, 7 cələsədə ev üstündən, iş üstündən zəbt elədi, göndərdi. Biz də onu video elədik, qoyduq. Televizyondan da yayılır indi. Salih bəy Kamraninin televizyonu ki, Az News'dir. Çox təşəkkür edirik burələrindən. Var olsunlar, sağ olsunlar. Məncə milli hərəkətin, mənim qəzabətim budur. Milli hərəkətin tarixində düşüncə proqramı olaraq bu genişlikdə bir şey yoxdur. Bu proqramla dostlar yarışa bilərlər, taza bir şeylər qoya bilərlər. Bundan yaxşı mən də özüm də gedərəm, onlarda şirkət elərəm, öpərəm də qoyarım başımın üstünə. İradı yoxdur. Salih bəy Yıldırım cənabları əslində 11 milli ərdəmli, bir dənə ən ərdəmli aldılar. Ondan sonra növbət Əjdərbər Təqizadənindir, gəlmədilər. Cavab da vermişlər, demişlər də gələcəyik. Gəlmədilər. Muavinləri dedi, mən gələcəyəm. Bir muavinləri ki, Astraliyada olur. Dedi, mən gələcəyəm. Amma bizim də 3 cələsə filan olacaqdı, biz getməliyik rəsmi cələsəyə gələnmərik. Dedim, yox, bir ayrı adam göndərin də, da lazım deyil ki, sən gələsən. Bir ayrı adam gəlsin. Əjdər bəy o gün ki, mənim bu programa 2 ay öncədən vaxt verib gələcək, 1 ay öncədən vaxt verib gələcəkdi, getdi bir ayrı dostumuzla müsahibəyə. Yəni, Allaha şükür, məriz deyil, sağlığı yerindədir. Fəqət ya məni layiq görmədi ki, əvvəldən deyir, mən gəlmirəm. Yəni, biz demirdik ki, məsələn, Çehrəqani cənablarına ya Çingiz bəyə demirik ki, sən niyə gəlmədin? Gəlməyəcəksən, deyir, gəlmirəm. Amma sən vaxt onu bunu qəbul eləmsən, hər şeyi qəbul eləmsən, cələsə günü gəlmirsən. Mənfi alacaqsan. Mənfinin də ən yuxarısını alacaqsan 10. Gününə 10, 60 verdik. Ondan bu üzə də bu günə qədər ki, bir ayda ondan geçir, hər gün adın çəkirik, deyir, gəl cinən, lütfən şirkət elə, sorulara cavab ver, bu müşkül aradan geçsin. Mənfi olmasın. Sonra dedilər ki, biz şura, mərkəzi şuramızda tızışla məşvərət edəcək, görək gəlirik, yox. Tamam. Hörmət qoyuruq. Amma o yerindədir, yəni, neyəcəm, mən indi onu vermişəm, gedib. Bir dənə çarçıvəsinə, bir dənə qərardadı ictimai budur, dostlar. Bizim qərardadı ictimaidən dostların zehni bilmirəm nəyə gedir. Qərardadı ictimai budur, bir şey yazılıbdır, sən etiraz eləməmisən. Belə qanun təsvib olandan sonra, dostlar, baxın, qanun ki yazılır, qanun təsvib oldu, sən deyə bilməsən, mən qanunu bilmirdim. Necə ki, qanun yoxdur, deyə bilirsən, qanun yoxdur, mən bilmirdim. Amma elə ki, qanun təsvib oldu məclisdə, elan oldu, sən desən ki, mən bilmirdim, deyərdi, biz yazmışdıq, sən gedib baxıydın. Niyə baxmamısan? Mən sizə göndərmişəm, niyə oxumamısan? Məndə günah yoxdur ki, sən bu yazını göndərmişik saat 9-da Təbriz vaxtı ilə həftənin içində 6 gündə, filan günlərdə gələcəksən. Günün də yazmışıq. Sən eləyə bilərsən deyəsən, mən gələ bilməyəcəm o günə, lütfən məni sal bir ayrı günə. Ya arada hər gün bir gün, həm bir gün yox. Ya da gələrsən deyəsən, mən gələcəm, biz 2 saat danışacağım, 3 saat danışacağım, 1 saat danışacağım. Mənim bir belə vaxtım var. Amma gələrsən. Əjdər bəy gəlmədilər. Yunus bəy gəldi. Bəzi günlər az gəldi, bəzi günlər çox gəldi. Salih bəy Kamrani cənabları gəldi. Bir gün az oldu, bir gün əslən gəlmədi. Daha gələ bilmirəm, mənim işim var, gücüm vardı. Özümün müsahibələrim var, filanım vardı. Gələ bilmirəm, tamam, gözümüz üstə iradı yoxdur. 5 gün gəldi, 5 gündə də milli ərdəmli aldı. Yunus bəy Şamili 5-6 gündə 5 günün milli ərdəmli, bir günün ən ərdəmli. Yəni, biraz cərimə oldu. Biraz mənfi yox, müsbəti azaldı. 100 alacaqda aldı 50. Ondan sonra Eldar bəy Qaradağlı cənabları gəldi. Hər 6 günü gəldi. Hər 6 günün hər 4 saatında gəldi. Nə deyim? Heç kəsin də adını çəkmədi. Bir dəfə Döşkür Pezeşkiyanın adını çəkdi. Özdə dedim, mənə mənfi verərsən. Mən də mənfi verdim o günü. Sabahlar dedim, biz bunu qoymuşuq ki, günü Azərbaycanlıların adını çəkməyəcəksiniz.
Güney Azərbaycanın siyasilərin və təşkilatların adını çəkməyəcəksiniz. İndi Pezeşkanın adını çəkirsən, tamam çəkmirsən, onunla bizim işimiz yoxdur. O bizdən deyil ki. Bizim içimizdə dava çıxmasın, bizim eşimizdə nə qədər dava çıxır, çıxsın. Ona görə onu da sildik. 6 gün, 6 milli ərdəmli nömrə aldı. Buradan gələn qonaqlarımızın da ən yuxarı nömrəni alan odur. Dünənləri dostlardan biri, Haşim bəy Bilgin cənabları, çox mənə lütfünlə danışıbdı. Bu proqrama çox lütfünlə danışıbdı. Sağ olsun, var olsun. Təşəkkür edirəm onun lütfündən, məhəbbətindən. Amma vaqiyyət budur. Mən tanımırdım bilələrin ki, onların hizbiləri var. Qabaqcında bir-iki dəfə qərar idi, bəhs eləyək, bəhs eləmədik. Yəni, təvafuqa gəlib yetişə bilmədik, bəhs eləyək. Hətta qərar İstiqlal Partinin, Güney Azərbaycan İstiqlal Partisinin proqramı var. Güney Azərbaycandan baxış proqramı. Onda 100-cü idi ya 99-cu qərar bəhs eləyək, gəlmədilər, olmadı. İndi oturublar orada, onu məsələn bəhanə eləyiblər. Hər halda sağ olsunlar. Mən şirkində narahat olmadım. Gecə qulaq astım. 1 saat, yarım 2 saat danışıblar. Birinci bölümü. Oturdum başdan ayağa qulaq astım. Sevindim əslində. Bəhsə qoyublar. Okeydir. Amma mən o zaman ciddi etiraf edirəm. Da bundan yuxarı olmaz ki dostlar. Mən etiraf edirəm ki tanımırdım ki siz ikiz qardaşsınız, iki hizbiniz var. Mən tanımırdım ki siz ayrı-ayrısınız. Bilmirdim. Qutuldu getdi. İndi siz məni məhkum edirsiniz ki, niyə bilmirdim daha. Mənim sabiqəmdə çox şeylər vardı ki, mümkündür xoşunuza gəlməyə. Ağa, dünənəcən mənim bu fikrim yox idi. Bu gün fikrim tapılıb da. Mən bu günləri fikirləmişəm ki, bu otağı açın, bu partiləri çağırın, bu partilərin ideolojisini örgəşək, fəlsəfələrini örgəşək, siyasi fəlsəfələrin, hüquqi fəlsəfələrin, qanun əsasiləri vardı, yoxdur, əxlaqı nə bilirlər, falan. Bu şeyləri soruşaq. Dünənəcən bu fikrim yox idi. Dünən tapılıb məndə. Bu gün soruşuram. Sən deyə bilməsən, niyə 10 il bundan qabaq ki, filan imkanın var idi, onda soruşma. Axı, onda o fikrim yox idi ki. İndi mən də sizə deyə bilirəm, məsələn, 10 ildən sonra məsələn filan şey olacaqdı. Niyə siz indidən məni onu danışdırmamısınız? 10 ildən sonra məsələn, insanların, mənim gözlərim çox zəifdir. Siz də 10 ildən sonra gözlər haqqında bir dənə bərnamə qoyacaqsınız ki, gözləri pişik gözü kimi eləyə bilirlər ki, %200 qəşəng görsün. Döktürlər, cərrahlıq eləyəcəklər, gözü, insan gözün pişik gözü kimi eləyəcəklər. Ki, qaranlıqda da görə bilsin. Dəstgaha ehtiyacı olmasın. Ya qulaqları divarın dalısını da eşitsin, betonun dalısını da eşitsin, ya gözləri görsün, dəstgah düzələcəklər. Siz indi mən deyim ki, onda məni niyə çağırmamısınız ki, onda o ixtira olacaq, siz 20 il bundan qorun. Olmaz dostum, indi vaxtı var. Mən indi cənabınızı, o zaman ki bildim siz bir ayrı təşkilatsınız, sizi dəvət elədim. Yazıları göndərdim. Hətta Oğuz bəylə proqramımız var idi bizim, sizdə orada huzurunuz oldu, 100-cü bərnamə idi, neçinci bərnamə idi, 101-ci idi, huzurunuz oldu. Bir yol, orada danışdıq. Siz mənə dediniz ki, ağa mənim Instagram hesabım bağlı idi, mənim əlimdə deyildi, filan idi, bəhman idi, görüm pəyamızı gələcək, cavab verəcəyəm. Əvəzin ki, mənim mesajlarıma cavab verək ki, şeydən göndərmişəm, yəni şəbəkə mediadan göndərmişəm, sosial şəbəkələrdən göndərmişəm. Əvəzin ki, cavab verək ki, ağa mən gəlirəm, gəlmirəm, lütf eləyiblər, gediblər öz canlı yayınlarında, məni nəqd eləyiblər, sağ olsunlar, var olsunlar, təşəkkür edirəm. İncimədim, çox da səvindim. Sağ olun, var olun, Haşim bəy Bilgin. Amma yenə, bir zaman istəsəz, gələsiz burada proqrama, bura açıqdır. Bura açıqdır. Qapısı açıqdır, inciklikdə yoxdur, gözümüz üstündə də yeriz var. Hər kəsin, siz yox, ərz edirəm, hər kəs gəlsin. Dünən axşamdan da, İsrağa gündən də Cavad bəy Məcid Cavadi cənablarına da yazmışıq ki, onların vaxtləridir bu gündən. Yəni, əlan mən onların vaxtlərində oturmuşam burada. Saat 1:30-da olacaqdı, indi saat 2:30. Yəni, 1 saatdır mən onların vaxtlərində, sağ ol əziz dostum, onların vaxtlərində oturmuşam burada, danışıram. Cavad bəy Məcid Cavadi cənabları, Cunun 21-i, yəni bu gün, 22-si, 23-ü, 24-ü, 25-i, 26-sında vaxtləridir. Görsətdim də ki, buradan gəlmişik. 3 gün bundan qabaq, yəni çərşənbə günü, götürmüşəm, yazmışam ki, cuma günü cənabızına başlayacaq. 2 aydır dinməyibdir, indi deyir ki, sən niyə nömrə mənfi verirsən? Mən sənin nömrəvi qəbul eləmirəm. Niyə 3 saat gündə, niyə 4 saat gündə,
Niyə bir həftə? Mən gələ bilirəm, məsələn, 1 saat, 2 saat, 3 saat, 1 gün. Amma 1 gün gələ bilirəm, gələ bilmərəm. Yəni, mən indi neyiniyim dostlar? Məsələn, bir dana biz qərardat, özü mənə deyirsən qərardat ictimai, müqavilə ictimai, hansı müqavilə, mən yazmamışam. Aha, mən orada yazmışam, niyə oxumamısan? Oxuyacaqdım, deyəcəkdim, mən qəbul eləmirəm. Oxuyacaqdım, deyəcəkdim, bunu deyiş. Oxuyacaqdım, deyəcəkdim, mən həftədə 1 gündən izafi gələ bilmərəm. Ya indi gələcəksən, bir gələ səni danışacaqsan, özlərinə bunu şəfahid edim dünənləri. Dönəndən yazılaşırıq, istəmirəm bunları həm yazılarımıza, həm danışıqlarımıza yayam. Deyirəm ki, gələn orada danış, orada etirazlar var deyirlər, deyirəm ki, mən də bunlara qoyum qabağıma sənədləri ki, filan tarixdə sənə bunu göndərmişəm, buradan açaram, telefonu da göndərirəm ora, göstərərəm ki, hangi tarixdə bunu sənə göndərmişəm, nə yazmışam, indi burada dediklərimi da, orada göstərəm, bunlardan çox göndərmişəm, bunlar az idi göstərdi sizlərə. Ondan sonra, cənabınız da mənə deyirsiniz ki, qərardat ictimaiyə nə baxırsınız? Mən sizdən bunun tərifini soruşuram. Qərardat ictimai nə deməkdir? Millət ilə dövlətin arasındakı qərardat ictimai deyirlər, nədir? Hər kəsən gedir onu imzalır. Yox. Amma o zaman ki, siz ona etiraz eləmirsiniz, onu qəbul edirsiniz. Məsələn, indi İranda rəy verirlər. Mümkündür, %50 gedib rəy verməsin, %90 gedib rəy verməsin, %95 rəy gedib verməsin. Amma o 5% ki, gedib rəy verir, qərardat ictimai bağlıdır. O 100% özünə bu ehtimalı saxlayır ki, biz üsyan, şuriş eləyib buranı yıxa bilərik. Amma o 5% bir dənə qərardada gedir. Deyir, mən qəbul elədim. Siz də bu yazını ki, göndərilib xidmətinizə, oxumusunuz ya oxumamışsınız, ona cavab verməmişsiniz. Deyib də ki, 3 günəcən cavab verməsiniz, bu qəbul hesab olur. Özdə sizə göndərilibdir. Yəni, sizin şəxsi e-mailinizə belə bir e-mail hesab olur da, sosial şəbəkədə bir şey birinə göndərmək. Sən deyə bilməsən, mən görmədim. Hər halda, Cavad bəy də qərar edib gəlsin. Bu günləri saat 12-də də danışdıq səs faylı ilə. İstəmirəm görsədəm yenə də. Mən sizin nömrə sisteminizi qəbul eləmirəm. Qərardat ictimai yoxdur. Siz qərardat ictimaidə nə düşünürsünüz? Gündə 6 saat, 24 saat məcər, müsahibədə 24 saat çəkər. Müsahibə 24 saat çəkməz. Müsahibə aylar çəkər, illər çəkər. Çünki sən profesional deyilsən, mən 500 sual soruşaram. Sən profesional olsan, mən 1000 dana sual soruşaram. Sənə deyərəm, gəl otur burada, bu toplumun soruları var. Mən soruram səndən. Bu toplumun yoxdur, mənim vardır. Sən deyərsən, sənə cavab vermirəm, tamam, mənim sözüm yoxdur sənə. Ona sözüm yoxdur. Sən eləyə bilərsən, mən səni adam hesablayıram, ya elə hesablamıram. Mən səni düşünür, hesablamıram. O ayrı, o başqa bir, o bəhsə mən girmirəm. Əgər sən məni bir Azərbaycanlı, bir vətəndaş, bir Azərbaycan siyasi, bir düşünürü, bir yazarı, özdə mənim üstündə hey dayanlı ki, sən qazetetisən. Mən özümü səncən siyasi bilirəm. Əgər bu otaqda səni alıram qarşıma, yəni ki, özümü sənin qarşında bərabər bilirəm. Əgər özümə insafəli deyirəm, sənə də Həsən, buna görə ki, özümü səndən bərabər bilirəm. Nə sənə döhdür deyirəm, nə özümə. Çünki istəmirəm burada bərabərlik ortadan çıxsın. Tazə mən çox yerdə görürəm ki, mənim düşüncəm səndən üstündür. Çünki mən soru soruram, sən soruya cavab verə bilmirsən. Mən 500 soru sormuşam, göndərmişəm sənə. Sən bir aydan sonra mənə demirsən ki, bir ayda mən bunu yazsaydım, bir dənə kitab yazmışdım, niyə yazmamışam? Sən bir ayda buna cavab yazaydın, 2 ayda buna cavab yazaydın, niyə yazmamısan? Bunu mən gözləməyəydin bura, deyirdin, mən Hidayətə cavab vermirəm. Getmirəm onun bərnaməsinə. Amma mən bu suallara cavab verirəm. Bir dana vətəndaş məndən soruşubdur. Vətəndaşın haqqı deyilmi? Biz İranı məhkum edirik ki, sən sorulara cavab verməmsən, gəlirik buna deyirsən. Yəni, mən biraz əcib gəldi mənə. Hər halda Cavadi, Məcid Cavadi cənabları, ya o partidən hər kəs istərsə gəlsən, sevinə-sevinə, bura qucağımıza çıxdı, qədəmlər gözümüz üstündədir. Araz bəy Ataxanlı bir neçə gün bundan qabaq, keçən həftə rəsmən yazdı ki, bizim yay tətiliyatıdır, bizim müxtəlif bərnamələrimiz var, müsafirətlərimiz vardır. Ondan dolayı indi gələmirəm mən. İcazə buyurun, bir ayrı vaxtda sizə xəbər verirəm, gəlirəm. Nə cərimədir o? Nə də bir şey. Çünki biz insanları düşünürük. İnsanlar işləyirlər,
Çörək çıxadırlar, siyasətə də girirlər, yazıda yazırlar, məcburlar hizbilərinin əsl qonaqları ki, hər nə mənə, biz insanlara demirik ki, ağa sən bu demirsən gələcəyəm, gəlməsən günah eləmsin. Yox. Amma bu gün mən indi gəlmişəm, burada oturmuşam. Hətta Məcid bəyə dedim ki, Məcid bəy, mən gedirəm, sizi gözləyəm burada. Gəlsəz sevinərəm. Bunları da orada danışın. Mənə intiqadlarınız elə orada canlı proqramda mənə intiqad eləyin ki, bu nədir? Niyə demirsən ki, gündə 4 saat? Ki, bunu burada de da. Canlıda decinən, mən də deyim ki, axı, bunu yazmışıq 2 aydır da, niyə indi deyirsən məsələn? Göndərmişik da, niyə oxumamısan? Niyə oxumamış qəbul eləmirsən? Mən bunu soruşaram da, yəni mənim həqqimdir soruşam. Mən vətəndaş olaraq, heç zat yox, heç zat yox. Dövlət qruplar rəis cümhurdur. Partilər və istəmirlər rəis cümhurlar. Və istəmirlər hakimiyyət quralar. Dövlət qurulandan sonra inşallah istiqlalımızı ələ gətirdik, ya federal şəkildə, nə şəkildə o məmləkətdə öz alın yazımızı özümüz yazsadıq xoşuma. Onda bu hizblər və istəmirlər dövlət olarlar. O dövləti, mən demirik ki, gərək millətin sorularına cavab verin. Bu günləri siz mənim soruma cavab verin. Qutuldu getdi. Hər halda dostlara onu qatladıq qoyduq ora, çünki Cavad Məcid Cavadi cənabları gəlmədi. İndi dostlar, neyniyək? Yəni, məsələn, Məcid bəyə mənfi veraq verməyək. Yəni, 10 nömrə mənfi veraq ya yox. Yəni, 2 ayda proqram tökülübdür, vaxtlar verilibdir, filan bəhman saatlar verilibdir. Bundan sonra da verilib, əlbəttə. Ondan sonra Məcid bəy neçə dəfə gəlib canlı yayında, o birisi dostlar danışanda görmüşəm, bura gəlibdir. Bəlkə iştibah görmüşəm, amma hər halda bilir ki, bu gəlibdir. Televizyondan yayılmağını bilir. Hər halda mən fikirləm ki, milli hərəkətdə bir ciddi hərəkət başlamışıq biz. Bu təşkilatlar ki saydım, onlar ki gələcəklər deyiblər gələcək. Buradan 3'ü oldu gəlmir də, bununla 3'ü deyir gəlmir. Neçəsini çağırmışdıq, baxaq görək bir sayaq da. Güney Azərbaycan İstiqlal Partisi, Əjdər bəy gəlmədi, onu çıxar. Yəni Salih bəy İldırım gəlmişdi. Əjdər bəy çıxdıq kənara gəlməmişdi. Yunus bəy gəlmişdi. Salih Kamrani cənabları gəlmişdi. Eldar Qaradağlı cənabları gəlmişdi. Yəni buradan 4'ü gəlibdi. İndi Məcid bəy gəlmədi. Sadıq İsa bəyli gələ bilər. Deyibdi gələcəyəm. Mahmud bəy Bilgin cənabları gələ bilər. Araz Ətaxanlı gəlməyəcəkdir. Əmir Mərdani gələ bilər. Yəni bu neçədən oldu? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 dana hizbidən deyək 5'i gələcəkdir. 5'inin 5 dana biz bunlara 5 dana ideoloji, siyasət, düşüncə qoyacaq ortaya. Həm də geniş. İranın tarixində, hətta bəlkə biraz cəsarət elərəm, bilmirəm, amma cəsarət eləyim də. Asiyanın tarixində birinci dəfə belə bir şey qoyacaq üstə. Və inanın, əgər mən İranda olsaydım və bu proqramı aparsaydım, xəbərnigar sal olardı. Əgər bu proqramı hangi bir İngilisi ya Ərəbi kanalda aparsaydım, qətən böyük caizənin sahibi olardı. Çünki Güney Azərbaycanın İranda olan millətlərin tarixində, Farsda onların içində, tarixində birinci dəfə bu genişdə partilərin, düşüncələrin sorğu altına qoyurlar. Və o partilər o sorulara cavab verməyə çalışırlar. Bu bir rəqabətdir. Təhqir deyil. Bəli, ola bilər partilər bilərlər zəifləri hardadır, harda zəifdirlər. Ola bilər mən baxam, ya o tamaşaçı baxa deyək ki, ya oxuyan oxuya deyək ki, zəifdir.
bilmir. Elə bu necə vəziyyətdə bir tartışma gətirəcəkdir. Danışçılar tamam filan hizbi Tudənin, mücahidinin üstündə tezlər yazılır. O birislərin üstündə, komlərin üstündə tez yazılır. Hamısının üstündə tez yazılır. Güney Azərbaycan siyasi təşkilatları akademiyə girməyibdir. Biz akademiyə məlzəmə hazırlayırıq. Akademiyə. Buracan 3-4 nəfər bunun önəmin inanıblar. Salih bəy İldırım, Salih bəy Kamrani, Eldar bəy bunu inanıblar ki, bu önəmli bir şeydir. Güney Azərbaycandan bir sabiq məclis nümayəndəsi və bir parti məsulü və ustad danışqah 3-4 gündür tanışmışıq. Mənə tanıtdırıblar dostlar bu proqram vasitəsilə ki, indi aparıram. Gündə danışırıq. İndi mənim o ən yaxın dostlarımdan birinə çevrilibdir. Proqramımı göndərirəm, yazılarımı göndərirəm, sorularımı soruşuram, fikirlərimi ortaya qoyuram. Mənim nəzərimə o da sevinir ki, belə bir düşüncə var. Yəni dediklərindən bu gəlir ki, bu düşüncəni ortaya qoymaq çox böyük bir işdir. Və hətta arzu edir ki, kaş bunu Quzey Azərbaycanda apararlar bilər. Onun üçün mən inanıram partilərimiz bunu bir də düşünməlidirlər. Bu vaxtı qoymalıdırlar. Mən bilirəm, hamımız işləyirik, mən də işləyirəm, onlar da işləyirlər. Çörək çıxartmağa məcburuq. Bizə heç yerdən pul gəlmir, mən də bilirəm. Qəşqai partisinin lideri ilə danışırdıq. Dedi, mən həm Almanda məni həm kilasa gedirəm, həm də işləyirəm. Mənim vaxtım olmaz. Amma vaxt eləsəm gələrəm. Mən nə deyim ki, sən zorunlu tətil ilə gəlcinə, yox o kilasına getməsə, müşkilə düşər, sabah dövlət onu çətinliyə qoyar. Sən bu kilasa gələcəkdin, niyə gəlməmsən? Mən ona deyə bilmərəm ki. Dərk edirik. Deyirik, bəlkə məsələdə bir tətilin oldu, gələrsən bura. İndi dostlar, ərz edeyim xidmət sizə ki, Məcid Cavadi cənabları gəlmədiyi üçün biz bir iş görək. Bu həftəni verək Haşim bəy Bilgin cənablarına, görək gələrlər. Gəlsinlər, danışsınlar. Mən icazənizlə burada bunu qutarım. Haşim bəyin dünənki o gözəl danışıqlarının arxasıcan bir telefon açın, dəvət edeyim. Əgər gəlsələr təzəşdən canlı qoyaram, elə bu gündən başlarıq ondan danışarıq. Olmaz sabah gələrsə sabahdan danışarıq. Yəni əlan bir həftə boşdur. Məcid bəy gəlməyəcək, belə görünür. Məcid Cavadi cənabları gəlməyəndən sonra biz ayrı bir adamı düşünək. Gəlirsə, Dökül Qərəbi gəlirsə, hər kəs Dökül Qərəbiyə bizim səlamımızı yetirə bilir, yetirsin. Dökül Qərəbi gəlirsə, bizim gözümüz üstə yeri vardı. Çehriqani gəlirsə, gözümüz üstə yeri vardı. Çingiz bəy Gökgür gəlirsə, gözümüz üstə yeri vardı. Və hətta Əjdər bəy Təğizadə gəlsələr, gözümüz üstə yeri vardı. Bu böyük işdə özlərini kənara çəkməyin bir dənə mənası olacaq. Bu proqram, əslən buradan bu partilərin heç birisi gəlməsə də, bu proqram oldu. Bu proqram tarixə yazıldı ki, bu partilər gəldilər, bunlar da gəlmədilər. Bunlardan bu suallar soruldu, cavab verdilər, bu suallar soruldu, cavab vermədilər. Bu yazıldı tarixə, yəni da bunu silmək olmaz. Amma bir dənə ortadan çıxacaqdı ki, acaba Əjdərzadənin siyasi, fəlsəfi, ideolojik düşüncəsi Salih bəy İldırımdan çox aşağı idi? Niyə gəlib özünü açıqlamadı? Niyə ideolojisini açıqlamadı? Niyə siyasətin, dünya görüşünü niyə açıqlamadı? Acaba Məcid Cavadinin Qurtuluş Partisini, üzrsən Qurtuluş yox, dirəniş. Yəni soru soracaqlar. Bu cür deməyim, insanları narahat eləməyək, insanlar küsməsinlər.
milli hərəkətdə bu da bir tartışmaya çevrilməsin, bu da bir küsülcü məsələsi olmasın. Amma vaqəən sual sorulacaq. Yəni zehnlərdə mənə bu zehnimə gəlirsə, təbən hamının zehninə gələcək. Ki müşkül nə idi? Niyə məsələn gedib cavab vermədilər? Gedər bir cələsə cavab verər. Deyər, qalanlarını da yazaram, göndərirəm, səs qoyaram, göndərirəm. Axşamdan axşama 1 saat vaxtımı qoyaram. Uşağım parçada oynayanda mən də orada onu otururam, sualı oxuyaram, cavabını da verirəm, sizə göndərirəm. Siz də onları götürün, qoyun, bir-birinin dalasını bağlayın, tikin bir-birinə olsun bir dənə kitab, bir dənə video qoyun ora. Kitab olsun, çap eləyin. Yəni, bundan izafi bir şey olmaz. Dostlar, mən bu ümidlə gəlmişdim bu günləri ki, Məcid Cəvadi cənabları təşrif gətirəcəkdir, düşüncələrini ortaya qoyacaqdır, biz ciddi bir bəhsə girəcəyik. Gəlmədilər, buradan gəlmədilər. Mən də buradan izafi burada olmağı səlah görmürəm ki, burada qalım. İcazənizlə elə burada qutarım. Əgər dostların sorusu varsa, bir 3-4 dəqiqə, 2-ni 47 dəqiqə geçir mənim saatımda. 2-ni 55 dəqiqə yazında burada gözləyim. Dostların soruları olursa, məndən qonu haqda, bu sorular, sistem, düşüncə bağı haqda, bu haqda soruları olursa, gözüm üstə cavab verirəm. Ondan sonra gedəcəm Haşim bəyi çağırmağa çalışam. Görüm Haşim bəyi eləyə bilsək, gətirək və Haşim bəylə davam eləyək. Küsməsinlər. Siyasi insan küsməz. Siyasi insan düşmənlə savaşda olanda siyasətin qapısını bağlamazlar. Mən düşmən deyiləm ki. Mən milli hərəkətin və bu dostlu partilərin ən yaxşı dostuyam, ən yaxın dostuyam. Heç birisinin məncə yaxın dostu ola bilməz. Bu qədər yaxın dostuyam ki, hamısına bu iradətim var, vaxtımı qoyuram, gəlirəm, deyirəm ki, ağaca bu işi gör. Baxın, əgər bu işi, bilirsiniz, siyasət mədarları və parti liderləri bəzən oturarlar, bir nəfərə pul verərlər. Deyərlər, ağaca mənim həm zindecanlığımı yaz, həm də düşüncələrimi yaz. Onlar pul alarlar, yazarlar. Bizim milli hərəkətdə 1-2 nəfər bu işi görməyə çalışdı. Gəldilər mənə dedilər, Hidayət, bəli. Sən biografi yaza bilərsən, zindecinamə yaza bilərsən. Deyim, əlbəttə ki, yazıram, mənim işim budur da. Tamam, mənlə müsahibə eləcəklə, mənim müsahibə yazıcıyla. Mən də düzün axtarsa, əvvəldən bunu müftə düşünürdüm. Yəni, düşünmürdüm ki, pul alam. 10 cələsə danışandan sonra mənə deyir ki, Kanadada əl muzdu neçədir? Mən burada da hesabımı bildim. Gördüm ki, bu hesablar, görüm, mən neçə saat danışıram, neçə verəcəm. Dedim, yap hazı restoranda işləyənlər $15 yarımdır o zaman ki. Bir yol. Çoxu da ki, daha biləxərə axtarıb tapmaq olar da, hər kəs istəsə savadı var, tapa bilər, görər ki, məsələn, bir dənə yazarın saatı neçədir? Bir yol. Tətil elədi. Sabahısından da mənim telefonlarıma cavab vermədi. Zindecinamə də ki, 10-15 dəqiqə danışmışdıq, yazaq, o da getdi heçə. Qalır, məndə qalır, əmanət qalır, amma mən səndən pul istəməmişdim. Sən özün demirsən, özündə niyə küsmüsən məsələn? Bu cür olmasın, bu cür olmasın. Mən vaxtımı qoyuram, zamanımı qoyuram. Siz necə işləyirsiniz, dostlar, pul qazanırsınız. Mən də işləsəm elə pulu qazanmam. Sizdən də az qazanmaram deyil, çox qazanmam. Mən Günaz TV-də hər bərnaməmdə $500 alırdım. Hər bir müsahibə ki, orada aparırdım, $500 alırdım. Ayda 8 dana elirdi $4000, 10 dana elirdi $5000, 4 dana elirdi $2000. Yəni, bunların hamısı işləmişəm. Sonra da bir zaman gəldi ki, Günaz TV-nin imkanı olmadı, biz də istəmədik, o da vermədi. Həlalı xoşu, 2 il yarımda cür işlədik. Yəni, pulsuz. Çünki mənə milli hərəkət daha önəmlidir. Çalışıram, mən ayrı yerdə, tireli üstündə işlədik, orada istəyirsiniz. Dostlar, bunları danışıram ki, sualınız olsa göndərəsiniz. Çünki özürəm o suallar, 4 dəqiqədən sonra proqramı təqribən bağlayacağam. Haşim Bilgin cənablarına ulaşmağa çalışım. Görürməsin, Haşim bəyin məndə şeyi varmı? Instagramı varmı? Haşim
Haşim Bey yoxdur. Məndə Instagramı yoxdur. Dostlardan əgər birinin Haşim Beyin Instagramı olsa mənə lütf eləsələr, çox böyük lütf elərlər. Hey baxıram ki, görüm, hələ gözüm buradadır ki, ay Cavadini görəm. Məcid Cavadini görəm ki, gəliblər, çağıram içəriyə, gözüm yoldadır. Sula kütələrə su səpmişəm, kütələrə su səpmişəm. Yar gələndə söz olmasın, yar gələndə söz olmasın. Elə gəlsin, elə getsin, elə gəlsin, elə getsin. Aramızda söz olmasın, aramızda söz olmasın. Onun üçün, onu da oxudum dostlarımızın iftixarına ki, aramızda inşallah söz olmasın. Və gedək. Bunu deyim ki, dostlar, partilərimizin bəzilərinin əlaqəsizliyinin qarşısında, bədqoğluluğunun qarşısında, bədəhdiliyinin qarşısında çoxlu düşünür insanlarımız elan edirlər ki, bu sorulara cavab verməyə hazırdılar. Yəni, adamlar zəhmət çəkiblər, soruları oxuyublar. Weblogda, Instagramda, orada, burada. Deyir ki, bu sorular çox önəmli sorudur. Mənim də məsələn təxəssüsüm budur. Özümü siyasi, milli fəal bilirəm. Özümü məsələn ya federalçı, ya istiqlalçı bilirəm. İstəyirəm bu sorulara mən də fərd olaraq cavab verim. Hizb yox. Baxın, bu da var. İnşallah bu partilər qutarandan sonra əgər eləyə bilsəm ki, bir mali qaynaq tapam. Yəni, bəlkə bir mali qaynaq tapdıq. Bir nəfər, bir iki nəfər, 5 nəfər yığışdılar. Bizi geçindirdilər. Bir pul verdilər, mən ondan geçindim. Eşiyik gedib işləməyə məcbur olmadım. Onda münazirə qoyacağım. Həm partilərin arasında, həm fərdilərlə partilərin arasında münazirə də bu haqda qoyacağım. Əlbəttə, ayrı proqramlara da tərif edirəm yavaş-yavaş özümə. Amma hər halda işləməyə də məcburam. Yəni, bunu da deyim. Dostlar, görüm, soru soruşan yoxdur. Bəli, gözüm üstə dostlar burada yazıblar. Oxuram dostlar sözlərinizi. Təşəkkür edirəm. Dostlar burada adlarınızı çəkməyim. Çünki birinin adını çəksəm, o birisinin adını çəkməsəm olmaz. Məni təşviq edirlər ki, işə davam verim. Çox sağ olun, var olun. Təşəkkür edirəm, var olasınız. Dünən gecə dostlardan biri Amerikadan zəng eləyibdi. 1 saat yarım təqribən danışmışıq. Təqribən 1 saat yarım. O da Qaradağlı çıxıbdı. Zahirən Qaradağlıları mən çox fəal görürəm. Həm parti, siyasi partilər içində, həm ondan dışarıda çox ciddi görürəm. Əlbəttə, millətimizin hər yerində fəal olanı da var, fəal olmayanı da var. İçimizdə xainlər də vardı, xadimlər də vardı. Amma hər halda mən Qaradağlıları biraz fəal görürəm, sağ olsunlar. Dünən gecə 1 saat yarımızda danışmışıq, elə bu qonuları zəh vurmuşdu, danışırdı, oradan buradan sualsa soruşurdu. Sağ olsunlar. Tamam. Dostlar, o vaxt ki demişdim, saat oldu 2-ni 55 dəqiqə geçir. İcazənizlə mən burada kəsim. Gedim, görüm, çağıra bilirəm, əgər Haşim bəy Bilgin cənablarını tapa bilsəm və əlaqələri olsa, bugün ya sabah gəlsələr, bugün əgər gəlsələr ki, həmən gətirirəm, gəlməsələr, sabah istəsələr gəlsin, ittilayəsini yazaram Instagramda və o birisi sosial şəbəkələrdə qoyaram ki, hamı görsün və beləliklə sizlərə Allaha tapşırdım, canınız sağ olsun. Yenə də elə o şairimizin şeirini oxudum. Toz olmasın. Gecəsi xeyir.